içərisində səhər hansı vitaminlər atacağam, axşam hansı vitaminlər atacağam. Bu isə triceps. Qolun arxası. Yeməyimiz hazırdır. Hər kəsə salam, əziz izləyicilərim. Bu videomuza da xoş gəldiniz. Bu günləri bazar günüdür. Bu günləri məşq yoxdur. Dünən məşqimiz var idi. Bu gün bazar istirahət günüdür, off day idi bu günləri. Sizə nə çəkib göstərəcəkdim, video çəkəcəkdim. Saçım başım pis gündür. Mən hər səhər duranda başımı yuyuram, çimirəm. İndi tez durmuşam. Videoya görə həm də burada pandur yumurta pişirəm. Səhər yeməyim. Burada da fıstıq edilməsi. Bilirsiniz, keçən videoda dediyim kimi evdə məşq edəcəm, əziz izləyicilərim. Elə izləyicilər var ki, məşqə gedə bilmir, şərait olmur və yaxud vaxt olmur, çatdıra bilmir. Ona görə mən də evdə məşqi çəkib göstərəcəm sizə. Yəni burada qeyri-adi onsuz da bir şeylər yoxdur. Jimdir, yəni presdir, bunlar öz yerində. Sadəcə olaraq məşq zalda necə ki 3 set, burada da evdə də 3 set edirsiniz məşqləri. İndi göstərəcəm sizə. Bunu qoyaq buradan. Deməli, yeməkdən sonra vitaminləri, keçən videoda göstərdiyim vitaminləri hamısını yer belirlədim. Belə bir qab sifariş vermişdim. Yəni çox ucuzdur. Vitaminləri bunu çoxdan vermişdim. O biri köhnə sifarişlərimdə bunu da əlavə eləmişdim. Bu nə üçündür? Vitamin qabıdır bu, yəni rahat. Bunun içərisində səhər hansı vitaminlər atacağam, axşam hansı vitaminlər atacağam. Onlardır. Omega 3'dür. Omega 3 olan budur, uzun olan. Qısa olan vitamin D3'dür. Bu da multivitamindir, göyrəkdə olanlar. Bunlar da multivitamindir. Göyrəkdə olanları gündə 2 dəfə atıram. Bir səhər yeməyindən sonra, bir də axşam yeməkdən sonra atıram. Burada da bunlar var. Bunlar da vitamin C'dir. Almaniyanın vitamin C'ləridir. Suyun içərisinə atıram. Bunu da belə içirəm. Multivitamin içərisində amma bütün vitaminlər var. Heç nə, yeməyimizi yeyək. Pomidor yumurta hazırdır. Yeməyimizi yeyək, sonra vitamindən atacam. Hər səhər 3'ünü də atıram. Bir dənə axşam multivitamini əlavə atıram. 1 ədəd. Multivitamin gün ərzində 2 ədəd. Belə. Rahatdır bu qab. Hazır qoyuram. İçirəm. Yeməyimiz hazırdır bu vəziyyətdə. Nə görə Rahil nə edir? Rahil yatırdı bu ayaqları. Görə nə edir? Oyanıbdır. Oyanmısan hə? Dur cəhənnəm ala buradan. Bu nədir? Evin gününü. Evin günü vəziyyət nə gündədir? İşıqlar bir yandır, ayılaq, konkret ayılmaq lazım. Bugün bazar günündə mən işləyirəm. Biraz gün ortadan sonra. PlayStation yoxdur, yoxsa biraz PlayStation oynayardıq evdə. İşdə qoymuşam PlayStation'ı. Biraz vaxt keçdi, bir 20 dəqiqə, yarım saat vaxt keçdi. Əzizləyicilə. İndi isinmə hərəkətlərini edib keçəcəyik məşqə. İsinmə hərəkətlərimiz həmişə kimi. Zalda necə? Burada belə yaxşı isinirsiniz. 2 dəqiqə, 3 dəqiqə belə. Dünən idmanımız var idi. İndi hələ daha kürək idmanı idi. Bu günlər kürəyim ağrıyır, dəhşət. 3 set sinə işləyəcəyik. Sinə hər gün bu məşqi eləyin. Hər gün bu məşqi eləyin. Yəni özünüz ayıra bilərsiniz. Məsəl üçün sinə ilə ayağı başqa gün. Belə deyim də, tək sinə ilə qol qabağını başqa gün, qol arxası ilə kürəyi başqa gün. Yəni jimlə, tuniklə, tunik həyətinizdə varsa, tunikdə
olur, qısa turnikli vardan vurmaq, onlardan da ala bilərsiniz. Turnik yəni onsuz da bütün bədən inkişaf edir. Turnikdir, jimdir. Bunlar onsuz da calisthenics verir. Yəni bunlarla rahat əzələ çıxarda bilərsiniz, bədən yığa bilərsiniz. Düzdür, bir yerə qədərdir. Zalda daha çox sürətli çıxardacaqsınız. Biraz evdə məşqlər gecikdirir, amma yenə də yəni əzələ çıxacaqdır. Yəni əziyyət çəksəz, bəhrəsini görəcəksiniz. Mən belə bir şey də almışam. Mən bunu Temudan sifariş verdim. Bundan da sifariş verə bilərsiniz. Temudan. Bilməm 19 manat idi yoxsa 20 manat idi, belə idi. Burada hamısını yazır chest. Göy rəngdə olan sinədir. Qırmızı rəngdə olan shoulder yazıb, yəni çiyindir. Back laterals kürəkdir. Tricepsdəki tricepsdəki qolun arxası. Yəni burada bununla da belə bir şey də alıb məşq edə bilərsiniz. Burada göstərir. Yəni eyni şeydir, jimdir. Sadəcə olaraq onun əyri olmağı, düz olmağı, fərqli yerləri var. Taxıb elə işləyirsiniz. Bunu da göstərəcəyim. Sizdə olmasa da siz əlinizlə də eləyə bilərsiniz. Yəni onun adiyyəti yoxdur. Yəni iminə bu olsun. Bunun olmağına ehtiyac yoxdur. Sadəcə olaraq sinəni göstərirəm. Tam ki, məsəl üçün. Baxın bu sinədir. Belə, bir dənə də belə. Bu vəziyyətdə. 1, 2, 3, 4, 5, 9, 10. 10 dənə elədiniz, 3 set. Bu sinə idi. 10 dənə 3 set elədiniz. Sinə üçün, məsəl üçün 3 hərəkət işləyə bilərsiniz. 3 hərəkət, 2 hərəkət. İndi evdə sizdə başqa çünki alətlər yoxdur, çox alət yoxdur. Bunu eləyə bilərsiniz. Birinci hərəkət budur. Əlinizi qoydunuz belə. Məsəl üçün burada tutacaqlar var da. İndi bu belə olmayacaq, belə olacaq. Bu vəziyyətdə, amma aralı şəkildə. Çox yaxından yox, aralı şəkildə vurdunuz. Sonra bunu eləyə bilərsiniz. Mən bunları çıxardıram, aralı qoyuram. Aralı. Bu vəziyyətdə. Yəni ki, siz belə olacaq, sizdə belə olacaq. Bu vəziyyətdə 3 setdə bunu 10 təkrar. Bu vəziyyətdə. Bu da ikinci hərəkətimiz sayılır. Bir dənə də üçüncü hərəkət üçün də sinənin üçüncü hərəkət üçün də bunu eləyə bilərsiniz. Ya üstə ol balaca tabletdə də qoya bilərsiniz. Mən də buradan ayaqlarımı qoyacağım. Əlləmə məğlum var. Setdə bunu hər setin aralığında, hər set aralığı 1 dəqiqə fasilə verirsiniz. Ondan sonra məşqinizi edirsiniz. 3 hərəkət oldu sinəyə, 3 hərəkət oldu bəs edir. Sonra qolun qabağı da yaxından tutursunuz. Burada, məsəl üçün jim, həmin jim vəziyyətidir. Sadəcə olaraq əlləri aralı yox, yaxın tutursunuz. Yaxın tutub jim edirsiniz. Üç setdə bu. Bu onsuz da həm sinəyə də gedəcək. Biraz sinəyə də təsir göstərəcək, qolun qabağına da təsir göstərəcək. Yəni belə qolun qabağına da belə işləyəcəksiniz, yaxın tutub. Sonra qolun qabağına qantellər məsəl üçün götürə bilərsiniz. Yəni yüngül çəkilərlə, o ilk başlasınızsa, yüngül çəkilərlə qantellər satışı olur, TikTokda yazsanız çıxacaq. 5 kiloluk qantelləri götürüb qolun qabağına belə işləyə bilərsiniz. Bu vəziyyətdə. Bir set bunu işlədiniz, bir hərəkət 3 set. Yəni 3 set işləyəcəksiniz, hər hərəkət 3 set işləyirsiniz, 10 təkrar. Birinci hərəkətimiz bu olacaq, qantellə belə. Bunu tək-tək də edə bilərsiniz, ikisini bir yerdə də edə bilərsiniz. Sonra bu vəziyyətdə monotok işləyəcəksiniz. Düz. Mən videolarıma baxsaq, köhnə videolarda, məşq videolarında var. Sonra burada gəlir çiyin. Çiyinləri işlətmək üçün budur, yaxın vəziyyətdə. Çiyinlər budur, yaxın. Siz bunu belə tutacaqsınız, baxın belə. Çiyinlər budur.
Bir çinin budur, çinin hərəkəti, birinci hərəkəti budur, 3 set bu, düz. Baxın belə yaxından. Biri də budur. Bu vəziyyət. Bunu işlədiyiniz vaxtı onsuz da çiyini işlədiyiniz vaxtı. O da ki, belədir də, belə deyim, belədir. Belə də eləyə bilər, belə zədələnə bilərsiniz, belə eləyərsiniz bu vəziyyətdə. Baxın belə. Bu vəziyyətdə işləyirsiniz, çiyinə işləyəcək, jimdir, turnikdir. Bunlar yəni bütün bədəni onsuz da işlədir. Bunları ayrı-ayrı günlərə sala da bilərsiniz, bir gündə eləyə də bilərsiniz. Hərəsindən 2 hərəkət bir gündə eləsəz, hər gün eləyə bilərsiniz. Amma yox, hamısından 4 hərəkət eləyəcəksinizsə, onda ayrı-ayrı günlərə salın. Yəni çox bir o düzdür, bədənə ağrı verməyəcək, amma yəni hiss eləyəcəksiniz də ən azından. Ona görə hər gün eləsəz daha yaxşıdır. Məncə ev məşqlərini hər gün eləyin. Belə bu vəziyyətdə. Sonra hansı qalır? Bunu çiyinin qabağına işləyəndə, çiyinin hər tərəfinə işləyir. Çiyini işləyəndə onsuz da tricepsə də, arxaya da təsir göstərir. Sinə məsəl üçün işlədiyiz, həm bicepsə təsir göstərir, çiyinə də biraz təsir göstərir. Yəni qaldıracağınız çəkidə öz çəkiniz. Məsələn 50 kilosa 50 kilonu qaldırıb yendirirsiniz. Çünki özünüz qalxıb yenirsiniz burada. Belə 60 kilosa 60 kilonu qaldırıb yendirirsiniz. Kürək qalır, kürək məsələsi qalır. Kürək məsələsi də onu bu vəziyyətdə eləyəcəksiniz, göstərim sizə. Ehtiyac yoxdur. Baxın, bunu arxaya eləyirsiniz. Həm qolun arxası da, həm də kürəkdir. Bu həm kürək işləyir, həm də qolun arxası işləyir. Qolun arxası bir dənə də bu hərəkəti bilirsiniz yəqin ki. Bilməyənlər də bilsin. Bir stol götürürsünüz, indi mən burada oturam, bu vəziyyətdə. Qalxıb yenirsiniz. Belə. Bunların hamısını 3 set 10 təkrar edirsiniz. 10-12 təkrar edirsiniz. Qolun arxasında 2 dənə hərəkət dedim. Bu da belə. Bir də ki, bunlardan sonra həmişə axırda da gedib turnik varsa turnik mütləq alın, turnik. Həyətimizdəki turniki göstərəcəksinizsə, gedək göstərin. Həyətin vəziyyəti su bidonlarını deməli, baxın bundan gedən. Pastanı bu türlü. Varsa bu, bundan yoxsa bundan mütləq alın. Çox da bahalı bir şey deyil. Mən biləni 30 manat necə belə olmalı təxmin. Bilən bundan aldığınız üçün burada bluz da edə bilərsiniz. Düz dayanıb, düz dayanıb. Düz yenəndə qolun arxasıdır. Bir də var ki, sinə. Sinə üçün biraz arxası, ayaqlarınızı təxmini belə arxaya edirsiniz. Onda böyürdən sonra bu yandan bu biri böyürdən, o biri böyürdən çəkirsiniz. Sinə üçün də bu isə triceps, qolun arxası. Yəni düz qalxıb yenəndə biraz əyilə problem var, qolun arxasıdır. Amma çox əyiləndə arxaya sinə gərilir deyə sinəyə yük işləyir. Belə bir yəni turnik vurursunuz. Bunların hamısını dediyim kimi 10 təkrar 3 dənə edirsiniz. 10 təkrar 3 set. Turnikdəki bir dənə yaxından bunu vurun. Nə vura bilirsinizsə vurun. Problem yoxdur, 3 set eləməyə ehtiyac yoxdur. Heç eləyəmirsə 3 set eləməyin. Nə qədər vurdunuz vurun, bazardınız qədər. Özünüzü 5 dənədir, 5 dənə. Gələn səfər amma artırın da, bir dənə artırın.
Bunu vurdunuz, sonra keçirsiniz buna. Aralıdan. Bu vəziyyətdə işləyirsiniz. Bundan sonra hər gün, bunu elə hər gün eləsəz yaxşıdır. Hər gün eləyin, hər hərəkətdən 2 hərəkət eləyin. Bəsdir, bədəniniz üçün inkişaflı olacaq. Əsas məsələ onsuz da yuxu ilə yeməkdir, qidalanmadır. İdmanı onsuz da çox da eləsən, az da eləsən inkişaf gedəcək. Zəif getsə də gedəcək. Düzdür, evdə zəif gedə bilər, amma ən azından inkişaf edəcəksiniz. Ona görə belə, əminəm ki, faydalı olub bu videomda. Kanalımıza abunə olmağı unutmayın. Like eləməyi, bildirimləri də açmağı unutmayın. Videolar paylaşdıqca görəsiniz deyə. Sağ olun, sağ olun.